Herkese salam, kanalıma xoş gəlmisiniz. Bugün 22 fevral tarixində Kaspi Abituriyent kurslarının təşkil etdiyi buraxılış sınav imtahanının 9-cu sinif suallarını izah edirəm. Gəlin başlayaq. 57-ci sual. Bir sinifdəki şagirdlərdən 3-ü əlaçıdır. Əlaçılar bütün sinifin 15% olarsa, sinifdə neçə şagird oxuyur? 3 əlaçı var, düzdür? 3 əlaçı var. Deyir ki, əlaçılar sinifin 15%-dir. Onda sürətdə əlaçı yazıram, yəni 3 bölünsün. Bütün sinifin deyir, düzdür? Bütün sinif məxrəcdə olacaq. Bütün sinif bilmirəm, yazıram x. Vurulsun 100% bərabərdir 15-ə. Buradan 3 bölünsün x bərabərdir 15 bölünsün 100. 5'e ixtisar yaparsam məxrəcdə 20, sürətdə 3. Buradan da 3'lər gedir, x bərabər 20. Deməli, sinifdə cəmi 20 şagird var imiş. 58-ci sual. Bərabər yanlı üç bucağın oturacağına bitişik xarici bucaq 105 dərəcə olarsa, onun təpə bucağını tapın. Bir dənə bərabər yanlı üç bucaq çəkirik. Oturacağı bitişik bucaqlar bilirəm ki, bir-birinə bərabərdir, yəni alfa alfadır. Deyir ki, bu alfanın, yəni oturacağı bitişik bucağın qonşu bucağı, yəni xarici bucağımız 105 dərəcədir. Onda mən buradan alfanı tapıram. Alfa və 105 dərəcə qonşu bucaqlar olduğu üçün cəmi 180'dir. Onda alfa da 180 çıxılsın 105'dir, yəni 75 dərəcə. Bura bir x desəm, təpə bucağım x olsa, x üstə gəl 2 vurulsun alfa. Alfanı tapmışam 75. Bərabər olmalıdır 180 dərəcəyə. X da bərabərdir 180 çıx 150, yəni 30 dərəcə. 30 dərəcə də burada C variantı. 59-cu sual hesablayın deyir. Gəlin verilmiş kəsir düzgün olmayan kəsirə çevirək. 15'də 1 vur 15 üstə gəlir 18 bölünsün mənfi 5 və 3'ün deməli ortaq məxrəcini tapaq. Deməli 15'də 3 vur 2 6 üstə gəl 15'də 2 vur 5 yəni 10 bərabərdir. 18 böl 15. Burada böl yazılıb. Mən bölü əksinə vur yazıram və burada aldığım cavab 15'də 4 alınır. 15'də 4. 15'də 4'ün sürət və məxrəcinin yerini dəyişirəm. 18 böl 4. Bu da 2'də 9. Yəni 4 onda 5 Y variantı. 60-cı sual. Mənfi 3,7 ədədinin tam hissəsini tap. Mənfi ədədlərdə tam hissə, yəni normalda biz tam ədəd olduğu kimi götürürdük müsbətlərdə, amma mənfilərdə mənfi çıx 1, yəni mənfi 4'dür tam hissəmiz C variantı. Çünki mənfi 3,7 mənfi 4 üstə gəl 0,3 kimi yazılır. Kəsir hissəm 0,3, tam hissəm də mənfi 4'dür. 61-ci sual. Kvadratın sahəsi 225 cm kvadratı olarsa perimetrini tap. Kvadratın sahəsi yəni 225 bərabərdir. Sahə düsturu necədir? A kvadrat. Buradan tapıram ki, tərəfim 15'dir. Düzdür, kök altına salırıq. Buradan kvadrat və kök gedir. A bərabər 15. Tərəfim 15'dir. Perimetrdə 4A düsturu ilə hesablanır. 4 vurulsun 15, 60 C variantı. 62-ci sual. Rombun diagonallarının cəmi 13 cm, kiçik diagonalı 6 cm-dir. Sahəsini tapın. Diagonallarının cəmi 13'dür. Və diagonallardan birinin uzunluğu məlumdur, 6'dır. 6 üstə gəl, diagonal 2 bərabər 13. Buradan ikinci diagonalım 7 cm-dir. Rombun sahəsi S bərabər 2'də 1, D1 vur, D2 kimi hesablanır. 2'də 1 vurulsun. Diagonalın biri 6'dır, digəri də 7'dir. 42 böl 2, 21 C variantı. 63-cü sual. Deməli, kök altında 3-cü dərəcədən 4 vurulsun. Kök altında 4-cü dərəcədən 16. 16'nı yazıram 2 üstü 4 kimi. Daha sonra üstə gəlinsin. 5-ci dərəcədən 32 yazılıb. 32'ni də 2 üstü 5 kimi yazıram. İndi burada kök altı 5-ci dərəcə ilə qüvvətdəki 5 gedir. Həmçinin 4-cü dərəcədən kök altı ilə qüvvətdəki 4 gedir. Kök altında 3-cü dərəcədən 4 vurulsun 2, üstə gəlinsin 2 bərabərdir. 3-cü dərəcədən 8 üstə gəl 2. 8 də 2'nin kubudur. 2 üstü 3
üzərinə gəlinsin 2. Yenə burada kök 6 ilə qüvvətdəki 3 gedir. 2 üstə gəl 2. Cavabımız 4 olacaq. C variantı. 64-cü sual. Bərabərsizliyin ən böyük tam həllini tapın. Deməli, baxıram ki, burada məxrəclər 2 və 3-dür. 2 və 3-ün əkabı nədir? 6, düzdür? Onda mən həm sol tərəfi, həm də sağ tərəfi 6-ya vururam. 6 vurulsun, x çıx 1, məxrəcdə 2-dir. Kiçikdir, x üstə gəl 1 bölünsün 3, vurulsun 6. 3'e ixtisar aparanda burada 2, 2'ye ixtisar aparanda burada da 3 qaldı. 3 vurulsun x çıx 1. 3x çıx 3 kiçikdir. 2x üstə gəl 2-dən. X sol tərəfə keçir. X kiçikdir. 2 üstə gəl 3, yəni 5-dən. Ən böyük tam həllidir. Burada 5 daxil deyil. 5-dən əvvəl ən böyük tam həlli 4 idi. Yəni Y variantı. 65-ci sual. ABC düzbucaqlı üçbucağında B düzbucaq təpəsindən BM medianı çəkilmişdir. Y medianların kəsişmə nöqtəsi MY2.5 olarsa AC-ni tapın. Deməli, birinci növbədə yadınızda saxlayın. Düzbucaqlı üçbucaqda hipotenuza çəkilən median, yəni burada BM düzdür. BM bərabər olur hər zaman hipotenuzun yarısına. Birinci növbədə əsas mənə bu lazımdır. Bunu qeyd edirəm. Daha sonra bizə deyir ki, Y medianların kəsişmə nöqtəsində. Mən də bilirəm ki, istənilən üçbucaqda medianların kəsişmə nöqtəsində medianlar təpədən başlayaraq, burada təpəmiz B düzdür, təpədən başlayaraq 2-nin 1-ə nisbətdə bölünür. Yəni, gəlin aşağıdan qeyd edək. BY bölünsün YM nisbətim 2-nin 1-ədir. İndi burada BY 2K'dır deməli. YM də K'ya bərabərdir. Və YM'in uzunluğu məlumdur. 2,5'dir. Onda BY də BY bərabərdir. 2 vurulsun 2,5. Yəni 5'ə bərabərdir. İndi mənim BM medianımın uzunluğu nəyə bərabər olacaq? Bura 5'dir. Burada 2,5. Cəmi nə olacaq? 7,5. Deməli, BM bərabərdir 7,5'ə. Məndən hipotenuzu tap deyir, düzdür. AC bərabərdir. Buradan çarpaz vuranda 2 vurulsun BM olur, düzdür. Bax, buna əsasən. İndi AC də bərabərdir. 2 vurulsun BM nədir? 7,5. Hasil də olur 15. Cavabımız 15'dir. Yəni D variantı. 66-cı sual. Qrafikinin təpə nöqtəsinin absisini tapın. Deməli, bilirəm ki, burada deməli kvadratik tənlik verilib, düzdür, kvadratik funksiyadır. Deməli, qrafikimiz paraboladır. Parabolanın da təpə nöqtələri MN şəklində olur. İndi mənim təpə nöqtəmin absisi, yəni x-ım nədir? M. M-in tapılması üçün də düsturumuz var. Mənfi B böl 2A. Burada B-nin yerində 2 dayanıb, düzdür, yazıram. Mənfi 2 bölünsün 2 vurulsun. A-da x kvadratının əmsalıdır. Bu da 1'dir. Bölünsün 1. Vurulsun 1. Mənfi 2 böl 2. O da mənfi 1. Cavabımız A variantı. 67-ci sual. AC CY-yə perpendikulyar. BF DK-yə paralel. ABF bucağım 35 dərəcə. Deməli, ABF burada 35 dərəcə. KDY bucağını tapın. KDY bizdən bu bucağı soruşur. İndi bizə verilən perpendikulyar burada düzdür. Onda bura neçə dərəcədir? 90 dərəcə. Və həmçinin burada nə edirik deməli biz? Yadınızda saxlayın. Burada bu iti bucaqların, yəni 35 və bura bir x olsa, x bucaqlarının cəmi 35 üstə gəl x bərabər olur. Bax, bu ortada qalan 90 dərəcəyə. Buradan da x-i tapırıq. Deməli, 90 çıx 35 dərəcə. Bu da bərabərdir 55 dərəcəyə, yəni C variantı. 68-ci suala keçməzdən öncə uşaqlar, sizdən kiçik bir xahişim var. Əgər hələ də kanalıma abunə deyilsəniz, zəhmət olmasa kanalıma abunə ola bilərsiniz. Çünki bu sizin üçün kiçik bir addımdır, amma mənim üçün böyük bir motivasiyadır. Abunə olan hər kəsə çox təşəkkür edirəm. Hətta dostlarınıza və tanışlarınıza, yaxınlarınıza mənim kanalımı tövsiyə etsəniz, çox xoşbəxt olaram. Çox sağ olun, yenidən hər birinizə təşəkkürlər. 68-ci sual. Hündürlüyü 5 cm, orta xətti 12 cm olan trapesiyanın sahəsini tapın. Trapesiyanın sahə düsturu orta xətt vurulsun hündürlükdür. Burada da hündürlüyümüz deməli 5'dir. Orta xəttimiz də 12'dir.
Hasilim də olacaq 12 vur 5, yəni 60 Y variantı. 69-cu sual. A parametrinin hansı qiymətlərində tənliyin kökü mənfi deyil? Deməli, tənliyimizi yazıram buradan. Mənfi 2x bərabərdir 3a sıx 21. Buradan x'i tapıram. X bərabərdir 3a sıx 21 bölünsün mənfi 2. Bizə deyir ki, x'in qiyməti mənfi olmasın. Yəni 3a sıx 21 bölünsün mənfi 2 mənfi olmasın. Yəni müsbət və yaxud da sıfıra bərabər olmalıdır. İndi gəlin bunu həll edək. Burada mənfi 2'yi hər tərəf vura bilərik. Yəni belə olacaq. 3a sıx 21 mənfi 2'yə vurdum artıq. Mənfi 2 burada qalmadı. Amma mənfi ədədə vururamsa bərabərsizliyin işarəsi əksinə dəyişəcək. Böyükdür, bərabərdir sıfırdan dəyişir. Olacaq necə? Kiçikdir, bərabərdir sıfırdan. Buradan da 3a kiçikdir, bərabərdir 21'dən. A da kiçikdir, bərabərdir 7'dən. İntervalını da qurmaq üçün əddoxu çəkirəm. Burada 7'ni göstərirəm. 7'ni aldığı üçün deməli dairənin içini dolu göstəririk. Və deyir ki 7'dən kiçik olsun. Sola doğru gedirəm. Bu da mənfi sonsuzluq düzdür. Mənfi sonsuzluqdan 7'yə kvadrat mötərizə ilə C variantı olacaq. 70-ci sual sadələşdirin deyir. Deməli, x üstü 4 çıx 81'i yazıram ki, x kvadratının kvadratı çıx 9'un kvadratı kimi. Üstə gəlinsin 1 çıxılsın x kvadratı. Burada məxrəc də var deməli. Məxrəcdə də yazılıb necə? X kvadratı çıx 9. X kvadratı çıx 9. Bərabərdir. İndi burada baxıram ki, a kvadratı çıxılsın b kvadratı. Muxtəsər maçüstürü ilə açmaq olar. Necə olacaq? Deməli, buradan yazaq. X kvadratı çıx 9. Bir dəfə də cəmini yazıram. X kvadratı üstə gəl 9. Bölünsün. X kvadratı çıx 9. Burada x kvadratı çıx 9'dar ixtisar gedir. Və nə qaldı burada? Üstə gəlinsin 1 çıx x kvadrat bərabərdir. X kvadratı üstə gəl 9 üstə gəl 1 çıx x kvadrat. Burada x kvadratlar islah gedir. 9 üstə gəl 1 də ona bərabərdir. Cavabımız 10. A variantı. 71-ci sual. 4 ədədin ədəd ortası 2/5 olarsa bu ədədlərin cəmini tapın. Ədədlərin cəmi əgər x olsa, ədəd orta nədir? Ədədlərin cəminin, yəni x-in ədədlərin sayına, yəni 4'ə bölünməsinə bərabərdir. Bərabərdir, o da 2/5'dir. 2/5. Buradan da x bərabərdir. 2/5 vur 4, yəni 10. D variantı. 72-ci sual. Y bərabər x üstə gəl 400 xəttinin koordinat oxları ilə əmələ gətirdiyi üçbucağın sahəsini tapın. Deməli, gəlin biz birinci burada koordinat oxlarını hansı nöqtədə kəsir? Bunu tapmağa çalışaq. Gəlin birinci y oxunu kəsdiyi nöqtəyə baxaq. Ordinat oxunu, yəni y oxunu kəsdiyi nöqtə üçün mən x-a 0 veririm. X 0 olarsa y bərabər 0 üstə gəl 4, yəni 4 alır. Deməli, y oxunu 4 nöqtəsində kəsir. Bura olsun 4. İndi isə gəlin absis oxunu, yəni OX oxunu kəsdiyi nöqtəyə baxaq. OX oxunu kəsdiyi nöqtəni tapmaq üçün y-ə 0 verirəm. 0 bərabərdir, x üstə gəl 4. Buradan da x bərabər -4 alınır. Deməli, x oxunu isə -4 nöqtəsində kəsib. -4. Deyir ki, əmələ gətirdiyi üçbucaq. Onda mən buradan bu düz xəttin qrafikini çəkirəm. Aha. Çəkdikdən sonra deyir ki, bu üçbucağın sahəsini tap. Mən də bilirəm ki, OY və OX oxların bir-birinə perpendikulyardır. Yəni, bura 90 dərəcədir. Burada necə üçbucaq əmələ gəldi? Düzbucaqlı üçbucaq. Düzbucaqlı üçbucağın sahəsini tapmaq üçün deməli, düsturumuz S bərabər 2'də 1 A vurulsun B. Yəni, katetlərin hasilidir. İndi burada katetlər baxıram ki, 0'dan 4'ə. Məsafəm nə qədərdir? 4 çıx 0. Yəni 4. Burada da məsafə -4 çıxılsın 0 -4 verir. Amma məsafə moduldadır. Modulda da -4'dən 4 çıxır. Yəni buradakı məsafəm də 4'dür. Yəni katetlərimin hər ikisi A da 4'ə bərabərdir. B də 4'ə bərabərdir. İndi mənim sahəm
4 vurulsun 4. 16 böl 2. Yani 8'e beraber. Cevabımız 8 olacaq. 73-cü sual. Çoxətlinin dərəcəsi 45 olarsa eni tapın. Birinci baxıram ki, burada hasildir. Və x üstü 5 üstə gəl 4. Bu çoxətlinin dərəcəsi nədir? Ən böyük deməli dərəcəyə malik olan bir hədlim x üstü 5'dir. Bunun dərəcəsi nədir deməliyik? 5. Gəlin buradan yazaq. X üstü 5'i neçənci dərəcəyə yüksəldəcəm? 7-ci dərəcəyə. Deməli yüksəldirik 7-ci dərəcəyə. Daha sonra vurulsun. İndi baxıram burada x üstü 5 çıxılsın 1. Burada da yine qüvvəti ən böyük olan x üstü 5'dir. Yazaq buradan. X üstü 5 qüvvəti yüksəldirəm n-ci dərəcəyə. Bərabərdir. İndi baxıram ki, burada x üstü 35 vurulsun x üstü 5 vurulsun n, yəni 5n alınır. Və əsasım eyni olduğu üçün x üstü 35 üstə gəl 5n qüvvətlər toplanır. Deyir ki, dərəcəm 45'dir. Yəni 35 üstə gəl 5n nəyə bərabər olmalıdır? 35 üstə gəl 5n bərabər 45 olacaq. Buradan 5n bərabərdir 10 və n də bərabərdir 2. Cavabımız da oldu neçə? Deməli 2 oldu cavabımız da. 74-cü sual. EBOB n üstə gəl 4 və n üstə gəl 5 hesablayın. Bu sual deməli çox sadədir. Nəyə görə? Çünki n üstə gəl 4 və n üstə gəl 5 arasında fərq neçədir? 1'dir, düzdür. Yəni belə yazaq da n üstə gəl 4'ün üzərinə 1 gələndə n üstə gəl 5 alınır. Yəni verilmiş bax bu n üstə gəl 4 və n üstə gəl 5. Bunların aralarındakı fərq 1'dir. Əgər iki ədədin arasındakı fərq 1'dirsə, deməli bu ədədlər ardıcıl natural ədədlərdir. Və mən də bilirəm ki, ardıcıl natural ədədlərin əbobu hər zaman 1'dir. Nəyə görə? Çünki ardıcıl natural ədədlər qarşılıqlı sadədir və qarşılıqlı sadə ədədlərin də əbobu 1'dir. Ona görə də cavabımız elə 1 olacaq. 75-ci sual. Kvadrat tənliyin köklərinin biri 2 olarsa digər kökünü tapın. Əgər tənliyin köklərinin biri 2 olarsa yazılıbsa, elə x-in yerinə gətirin, bax bu 2'ni qoyun. Çünki tənliyin kökü nədir? X. X-in də qiyməti 2'dirsə, gətirirəm, qoyuram x-in yerinə 2'ni. 2'nin kvadratı çıxılsın. K üstə gəl 1 vurulsun 2. Üstə gəlsin k bərabərdir 0. İndi mən buradan k-nı tapacağım. Deməli 4 çıxılsın 2k çıxılsın 2. Üstə gəlsin k bərabərdir 0. Buradan 2 çıxılsın k 0'dır. K da bərabərdir 2. Cavabımız elə 2 olacaq. Bir saniye. Burada deyir ki, tənliyin digər kökünü tapın. K-nı istəmir. Digər kökünü tapın deyir. Gəlin biz tənlikdə k-nın yerinə 2'ni yazaq. Deməli necə olacaq? X kvadratı çıxılsın. K üstə gəl 1. 2 üstə gəl 1 3'dür. 3x üstə gəl 2 bərabər 0. Deməli x-in kvadratıdır bu, görsənmədi burada. Buradan bir dənə xətt çəkək. Kvadrat tənliyimiz bu halalı, düzdür. Baxıram ki, x kvadratın əmsalı 1'dir. Deməli bu tənlik çevrilmişdir. Mən də çevrilmiş kvadrat tənlikdə viyeti tətbiq edə bilərəm. Viyetə görə deməli bu tənliyin köklərinin cəmi neçə olmalıdır? Müsbət 3. Köklərinin hasili isə müsbət 2 olmalıdır. Tənliyin kökünün biri məlumdur 2'dir. Deməli 2 üstə gəl x 3 olmalıdır. 2 vurulsun x 2 olmalı. Buradan da x bərabərdir 1'ə. Deməli tənliyin digər kökü 1'ə bərabərdir. 76-cı sual. Perimetri 18 cm olan düzgün altı bucaqlının böyük diaqonalını tapın. Perimetr bərabərdir 6 vurulsun tərəfin uzunluğudur. Buradan mən tərəfin uzunluğunu tapsam, perimetri, yəni 18'i bölürəm 6'ya. Bu da olur 3. Deməli, bir tərəfin uzunluğu 3'dür. Böyük diaqonal deyir. Altıbucaqlının böyük diaqonalı tərəfin 2 mislinə bərabərdir. Tərəfimiz 3'dür. 3'ü vururam 2'yə, cavabımız olacaq 6. Əgər kiçik diaqonalını istəsəydi, bu zamanda, buradan da bunu yazaq, kiçik diaqonal isə a kök altında 3'ə bərabər olur. 77-ci sual. Funksiyasının təyin oblasına daxil olan ən böyük ədədi tapın.
Deməli, baxıram ki, bu funksiyanın təyin olması nədən asılıdır? Kök altından asılı. Düzdür? Kök altında 25 çıx x kvadrat. Əsas bizdə bu lazımdır. Kök altının dərəcəsi 2-dir. Yəni cütdür. Cüt dərəcədən kökün altı, yəni 25 çıx x kvadrat mənfi ola bilməz. Mütləq sıfırdan böyük və ya sıfıra bərabər olmalıdır. İndi mən bunu həll edirəm. Burada da 25 çıx x kvadratın sıfıra bərabər eləyən zaman tənliyin kökləri müsbət mənfi 5 olur. İndi isə deməli, gəlin tənliyin köklərini interval üsulu ilə ələ toxumda göstərək. Deməli, buradan ələ toxumu çəkirəm. Tənliyin kökləri mənfi 5 və müsbət 5. Bu da 5. Hər ikisini də ala bilər. Yəni sıfıra bərabər ola bilər kök altı. Ona görə içini qaralayıram. Deməli, sağdan sola doğru aralıqlarımı da qururam. Deməli, mənə lazımdır müsbət olduq aralıqlar. 5-dən böyük, məsələn, 6 götürsəm, 25 çıx 6-nın kvartı 36 mənfi olacaq. Mənfi, müsbət, mənfi olacaq. Müsbət olduğu aralıq hansı aralığa düşdü? Baxın, mənfi 5-dən 5-ə. Deməli, mənfi 5, 5 aralığım mənim, baxın, təyin oblasımı verəcək. İndi isə bizə deyir ki, ən böyük ədəd tapın. Mənfi 5, 5 aralığında ən böyük ədəd tapmaq üçün ədəd oxunda sağa doğru gedirik. Və burada da ən böyük ədədimiz elə 5-ə bərabərdir. 78-ci sual. İşte bucağı 30 dərəcə olan, tərəflərinin nisbəti 1-in 2 olan paralleloqramın sahəsi 36-dır. Perimetrini tapın. Paralleloqramın sahə düsturu S bərabər A vurulsun, B vurulsun, sinüs alfadır. İndi burada tərəflərin nisbəti məlumdur bizə. Yəni A böl B nisbətim 1-in 2-yədir. Onda A bərabərdir K-ya, B də bərabərdir 2K-ya. Getirirəm düsturda yerinə qoyuram. Sahə 36 yazıram. 36 bərabərdir. A vurulsun, yəni K vurulsun, B 2K vurulsun sinüs alfa. Sinüs alfamız 30 dərəcədir. Buradan 36 bərabərdir 2K kvadratı vurulsun sinüs 30'da 2'də 1 alır. İndi buradan 2'lər ixtisar getdi. K kvadratı bərabər 36, K da bərabər müsbət mənfi 6. Mənfi 6'nı təbii ki götürmürəm. Mənfi ola bilməz, çünki paralleloqramın tərəfləri müsbət olmalıdır. Mənfini götürmürəm. Deməli, K müsbət 6'dır. Onda tərəflərimiz A bərabər 6, B də bərabər 12 olacaq. Perimetr bərabər 2 vurulsun A üstə gəl B ilə hesablanır. Yəni 2 vurulsun 6 üstə gəl 12. Bu da olur 36. İndi isə 79-cu suala başlayırıq. 79-cu sualın izahına başlamazdan əvvəl kiçik bir xatırlatma eləmək istəyirəm. Zəhmət olmasa hələ də kanalıma abunə deyilsəniz, kanalıma abunə olmaq unutmayın. Tez indirlə kanalıma abunə olun və biz başlayaq 79-cu sualın izahına. 79-cu sual. X kvarta çıxılsın 7x çıxılsın 2 bərabər 0 olarsa, bu ifadənin qiymətini tapın. Deməli, gəlin buradan yazaq. X kvadrat çıx 7x çıxılsın 2 bərabərdir 0. Buradan x kvadratı çıx 7x bərabərdir 2-yə. Yəni 2-ni keçirdirəm sağ tərəfə. Bərabər 2 alınır. İndi bizə verilən ifadə, yəni x çıxılsın, deməli 2 vurulsun, x deməli çıxılsın 5 bərabər. Bunu vurub açan zaman x kvadratı çıxılsın 5x çıxılsın 2x üstə gəlinsin 10. Yəni x kvadratı çıx 7x üstə gəlinsin 10 alınır. İndi fikir versəz, x kvadratı çıx 7x-in qiyməti mənə məlumdur. Neçədir? 2. Bu da olacaq 2 üstə gəl 10. Yəni cavabımız 12-yə bərabərdir. 80-ci suala baxırıq. Deməli, təncilər sistemindən A və B-nin cəminin modulunu tapın deyir. Təncilər sistemini yazıram. Gəlin burada deməli, yuxarıya B kvadrat üstə gəl A B-ni yazaq. 28 olanı yazaq yuxarıya. B kvadratı üstə gəl AB bərabər 28. Aşağıdan da A kvadratı üstə gəl AB bərabər 21 yazıram. Deməli, baxın burada iki tənliyi alt-alta çıxan zaman nə alınacaq? B kvadratı üstə gəl AB çıxılsın A kvadratı çıxılsın AB bərabər 28-dən 21 çıxanda 7. Mənfi AB və müsbət AB islah gedir. Qalır burada B kvadrat çıx A kvadrat bərabər 7. Və 7 sadə ədəddir.
7'nin vuruqları yalnız 1 vurulsun 7 kimidir. Mən B kvadratı çıxılsın A kvadratının vuruqlarını ayırsam, muxtəsər vurmaq üsuluna əsasən. Bir dəfə fərq yazıram, bir dəfə də cəm yazıram. Bərabərdir 7. İndi buradakı B çıx A və B üstə gəl A bizdə 7'nin vuruqlarıdır. 7 də sadə ədəd olduğu üçün vuruqları 1 və 7'dir. Buradan da aydın məsələdir ki, fərq olan daha kiçik rəqəmdir də. Ona görə fərqi 1'ə bərabər edirəm. Cəmi də 7'yə bərabər edirəm. Və yenidən bir tənizlər sistemi aldım. Bu tənizlər sistemini alt-alta toplasam, mənfi A və müsbət A islah gedir. 2B bərabər 8, B bərabər 4 alınır. Gətir birinci tənicdə B'nin yerinə 4 yazsam, 4 çıxılsın A bərabər 1, A da bərabər 3 alınır. Məndən A üstəgəl B-ni istəyir. Yəni 3 üstəgəl neçə idi bizdə? 4 bərabər 7. O da elə 7'dir. Əslində heç bunun tapmağa ehtiyac yox idi. Burada elə məlum idi. Baxın, B üstəgəl A 7 idi. 81-ci sual. A nöqtəsindən çevrəyə düz bucaq altında kəsişən iki toxundan çəkilmişdir. A nöqtəsindən çevrənin O mərkəzinə qədər məsafəmiz 9 kökdə 2 olarsa çevrənin uzunluğunu tapın. Deməli, bura 90 dərəcədir. Bu M nöqtəsidir. Bu da N. Aha. İndi biz bilməliyik ki, birinci növbədə əgər eyni bir nöqtədən çevrə 2'dən toxunan çəkilirsə, buradakı AM və AN bir-birinə bərabərdir. Və yazınızda saxlayın. Toxunanların kəsişmə nöqtəsi, yəni A nöqtəsindən çevrənin mərkəzini birləşdirən bir düz xətt çəkmişəmsə, həmin baxın bu AO düz xətti tənbölən olur hər zaman. Tənbölən. İndi bucaq A 90 dərəcə isə tənbölən yarı bölür onu. Yəni 45 dərəcə kimi bölür. Mən O nöqtəsindən M nöqtəsinə, yəni toxunma nöqtəsinə bir düz xətt çəkirəm. Və yazında saxlayın. Çevrənin mərkəzindən M nöqtəsinə çəkilmiş, yəni toxunma nöqtəsinə çəkilən radius hər zaman toxunana perpendikulyardır. 45 dərəcə, 90 dərəcə, onda 3 bucaq A, M, O-da. Daxil bucaqların cəmi 180 olmalıdır. 45, 90 avtomatik O bucağı neçə oldu? 45 dərəcə. Baxıram ki, 45 dərəcə, 45 dərəcə. Mən bilirəm ki, istənilən 3 bucağın 2 dənə bərabər bucağı varsa, həmin bucaqların qarşısındakı tərəflər bir-birinə bərabər olmalıdır. Yəni, AOM 45 dərəcə olan bucağın qarşısındakı tərəf AM bərabərdir. MAO 45 dərəcə olan bucağın qarşısındakı OM-ə, yəni radiusa OM-ə bərabər olmalıdır. Yəni, bura eğridirsə, burada eğridir. İndi mənə nə verilib burada? AO verilibdir. Düzdür? AO deməli bərabərdir 9 kökdə 2'yə. Mən bu üç bucağı siz daha yaxşı başa düşə biləsiniz. Buradan bir daha çəkəcəm. Yəni yuxarıdan çəkəcəm bir dəqiqə. Aha, üç bucağı mən çəkdim. İndi fikir verin. AMO üç bucağı həm təpə bucağı baxıram ki 90 dərəcədir. Yəni düz bucaqlı üç bucaqdır. Həm də yan tərəfləri bərabərdir. Yəni iki bərabər tərəf var. Deməli AMO üç bucağı bərabər yanlı düz bucaqlı üç bucaqdır. Üç bucaqdır. İndi bərabər yanlı düz bucaqlı üç bucaqda tərəflər, yəni katetlərim R-R'dirsə, hipotenuzum, yəni AO bərabər olmalıdır katetin, yəni R'in kökdə 2 mislinə. Və bunun da uzunluğu verilib 9 kökdə 2'yə bərabərdir. Onda mən kökdə 2'ləri ixtisar aparsam, R bərabər 9 alıram. Düzdür? Deməli, katetlərim, yəni yan tərəflərim 9'dur. Məndən çevrənin uzunluğunu istəyir. Elə bu katetin, yəni R bərabər 9 bizim radiusumuzdur. Radiusumuz 9'dur. Çevrənin uzunluq düsturu L bərabər 2pi R ilə hesablanır. Bu da 2 vurulsun pi vurulsun radiusum da 9'dur.
18 pi, yəni çevrənin uzunluğu 18 piyə bərabərdir. Bugünlük bu qədər uşaqlar. İzlədiyiniz üçün təşəkkür edirəm. Bu cür videoların davamının gəlməyini istəyirsinizsə, mənə dəstək olmaq üçün kanalıma abunə ola bilərsiniz. Videonu bəyənməyi və şərh yazmağı unutmayın. Növbəti videolarda görüşənədək hələlik.